Hoş gördük əziz futbol həvəskarları. Biz sizi Göygöl İdman Kompleksindən salamlayırıq. Bugün buradan Göygöl Şəmkiri qəbul edir. Azərbaycan Kubokunun birinci təşrifat mərhələsi. Və komandalar hakimlərlə beraber meydana yani çıktılar ve artık birbirlerini salamlayırlar. Şəmkir komandasının da baş məşqçisi Vüqar Nadirov. Bu oyunu da mən təqdim edəcəm. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Birazdan başlayırıq. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsinə bugün yekun vurulacaq. Görək bu maraqlı qarşılaşma nə ilə yadda qala bilər? Və son yoxlanışlar gelir.